Xark adasının ələ keçirilməsi istisna deyil. Trump İranın bütün tələbləri yerinə yetirəcəyindən əmin danışır. Tərəflər tezliklə razılığa gələ bilərlər. Eyni zamanda hərbi əməliyyatın miqyası genişlənir. İslam Respublikası qarşı tərəfin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəfi elan etdi. Gündəm həm də bu xəbərlə çalxalanır. Dünya nüvə savaşına sürüklənir. Açıq müzakirələrdən söz açacağıq. Qeyri-iş günləri başa çatır. Bölgələrdən qayıdan vətəndaşların iştirakı ilə avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur. Yol polisindən sürücülərə çağırış var. Odur ki, diqqətiniz bizdə olsun. Salam, hər vaxtınız xeyir. Xəbərlərin saat 13 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Gülşən Aslanovadır. Xəbərlərə keçək. İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlanıb. Məlumata görə fevralın 28-i saat 08:00-dan martın 30-u saat 10:00-dək İslam Respublikasından ölkəmizə ümumilikdə 3094 nəfər təxliyə edilib. Keçidi təmin olunanların 536 nəfəri Azərbaycan vətəndaşıdır. Münaqişə bölgəsindən gələn son xəbərləri diqqətinizə çatdırırıq. Paytaxt Tehran ərazisindəki hərbi sənaye komplekslərinə bir sıra zərbələr endirilib. İsrailin hərbi hava qüvvələrinin mətbuat xidmətinin açıqlamasına əsasən əməliyyatda 150-dən çox qırıcı təyyarə iştirak edib və 120-dən çox sursatdan istifadə olunub. Hədəflər arasında silah tədqiqatı, inkişafı və istehsalına aid müəssisələr də var. İsrail ballistik raketlərin istehsal olunduğu və saxlanıldığını iddia etdiyi obyektləri də vurub. Bundan başqa Tehranın enerji infrastrukturu hədəfə alınıb, şəhərin böyük hissəsi işıqsız qalıb. Amerika Birləşmiş Ştatları və İsrail ordusunun endirdiyi zərbələr nəticəsində paytaxtın müxtəlif rayonlarında elektrik enerjisinin verilişi dayanıb və vəziyyət getdikcə daha da gərginləşib. Məlumata görə zərbələr əsasən enerji obyektlərinə yönəlib və bu səbəbdən Tehranın geniş ərazilərində qaranlıq hökm sürüb. Şəhərdə həyatın normal axarı pozulub. Kommunikasiya və digər xidmətlərdə də fasilələr yaranıb. Hadisələr fonunda 100 minlərlə şəhər sakini küçələrə və meydanlara çıxaraq etiraz aksiyalarına qoşulub. İran bəyan edib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları zərbələr üçün qanuni hədəfdir. Bu barədə ölkənin dövlət televiziyasının istinad etdiyi İslam Respublikası Silahlı Qüvvələri qərargahının bəyanatında bildirilib. Düşmən dövlətlərin komandirlərinin və rəsmilərinin iqamətgahları İran üçün qanuni hədəflərdir deyə bəyanatda vurğulanıb. Amerika qüvvələri məhv olacaq fikri Həmasın mətbuat katibi İbrahim Zülfiqari video müraciətində səsləndirib. Onun sözlərinə görə bu qanuni hədəf hesab ediləcək. Zülfiqari Amerika Birləşmiş Ştatlarının quru hücumu ehtimalından da danışıb, hərəkatın mətbuat katibi qarşı tərəfə xəbərdarlıq ünvanlayıb. Amerika və İsrailin terror əməllərini İranın müxtəlif şəhərlərində evlərə hədəf almalarını nəzərə alsaq, onların komandirlərinin və siyasi rəsmilərinin iqamətgahlarını hədəf alacağıq. İran qüvvələri uzun müddətli quru hücum senarisinə də hazırdır və cavab verməyə gözləyir. İstənilən təcavüz və ya işğal aktı həmin qüvvələrin ələ keçirilməsi, parçalanması ilə nəticələnəcək. Sepahın hərbi dəniz qüvvələrinin komandanı Əli Rıza Tənqsirinin ölümü təsdiqlənib. Tasnim yazır ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi bəyanat yayıb. Xatırladaq ki, martın 26-sında İsrailin Müdafiə naziri İsrail Katz Tənqsirinin İsrail hərbi hava qüvvələrinin hücumu zamanı öldürüldüyünü bəyan edib. Amerika Birləşmiş Ştatları prezidenti İranın Xark adasının ələ keçirilməsi ehtimalını istisna etməyib. Donald Trump Financial Times qəzetinə müsahibəsində bu barədə danışıb. Bəlkə də Xark adasını götürəcəyik, bəlkə də yox. Bizim çox variantımız var deyə dövlət başçısı qeyd edib. Onun fikrincə belə bir addım Amerika Birləşmiş Ştatları qüvvələrinin müəyyən müddət həmin ərazidə qalmasını tələb edə bilər. Ölkəsinin onu çox asanlıqla ələ keçirə biləcəyini dilə gətirən
Trump İranın enerji resurslarına nəzarət məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, ən çox xoşuna gələcək nüans İranın neftini götürmək olardı. 47-ci lider Vaşinqton və Tehran arasında razılaşmanın qısa müddətdə əldə oluna biləcəyini düşünür. O, jurnalistlərə növbəti açıqlamasında isə iki ölkə arasında Pakistan vasitəçiləri üzərindən aparılan dolayı danışıqları müsbət qiymətləndirib. İranla çox yaxşı danışıqlarımız oldu. Onların çoxdan bizə verməli olduqları bir çox şeyləri əldə etdik. Bunun necə nəticələnəcəyini görəcəyik. Amma danışıqlar çox yaxşıdır və irəliləyir. Amma onlar bugün bir çox əlavə hədəfləri məhv eləyiblər. Biz də bir sıra hədəfləri məhv etdik. Biz onlarla həm birbaşa, həm də dolayısıyla danışıqlar aparırıq. Elçilərimiz var, amma eyni zamanda birbaşa təmasdayıq. Hörmüz boğazından keçid yeni qanun layihəsinə əsasən ödənişli olacaq. Bununla əlaqədar İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Əlayəddin Borucerdi SNN telekanalına müsahibəsində bildirib. Biz Hörmüz boğazına tam nəzarət edirik. Yaxın vaxtlarda parlamentdə müvafiq qanun layihəsinin qəbulu ilə bu su yolunda yeni sistem hakim olacaq. Gəmilərin təhlükəsizliyinin təmin edilməsi və onlara xidmətlərin göstərilməsi qanun layihəsində nəzərdə tutulan rüsumlar hesabına həyata keçiriləcək deyə rəsmi qeyd edib. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Admiral Brett Cooper və İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir İranın müdafiə sənayesinə qarşı atılacaq əlavə addımları müzakirə ediblər. İddia CNN-dən gəlib. Media qurumu mənbələrə istinadən xəbər verir ki, görüş ötən gün İsraildə ölkənin hərbi rəhbərliyinin digər nümayəndələrinin iştirakı ilə baş tutub. Danışıqların əsas mövzusu İrana qarşı müharibə və onun silah istehsalını dayandırmaq səyləri olub. İran, İsrail və Amerika Birləşmiş Ştatları arasında gərginliklər tarixən vaxtaşırı alovlansa da 2026-cı ilin fevralından başlayan son qarşıdurma regionu yeni və daha təhlükəli mərhələyə gətirib. Qısa müddətdə minlərlə zərbənin endirilməsi və çoxsaylı itkilər bu müharibənin miqyasını açıq şəkildə göstərdi. Martın ortalarında Hörmüz boğazı ətrafında baş verənlər isə böhranı qlobal enerji təhlükəsizliyi məsələsinə çevirdi. Hazırda tərəflərin növbəti addımları diqqətlə izlənilir və mümkün genişlənmə ehtimalı beynəlxalq ictimaiyyəti ciddi narahat edir. Daha detallı isə süjetdən biləcəyik. Tarixi keçmişə nəzər salanda İran, İsrail və ABŞ arasında münasibətlərin daim mürəkkəb geosiyasi balans üzərində qurulduğunu görürük. Bu ölkələrin adı beynəlxalq gündəmdə tez-tez eyni cümlədə çəkilir. Amma adətən əməkdaşlıqdan yox, qarşıdurmadan danışarkən. Müxtəlif dövrlərdə gərginlik pik həddə çatsa da, qısa fasilələrlə diplomatik cəhdlər də heç vaxt aktuallığını itirməyib. 2025-ci ilin yayında baş verən qısa, lakin intensiv qarşıdurma bunun bariz nümunəsi idi. 12 gün davam edən bu müharibə sonradan tərəfləri eyni masa arxasına gətirə bilmiş, müəyyən qədər diplomatik nəfəs yaratmışdı. Amma bu sakitlik uzun çəkmədi. 2026-cı ilin 28 fevral səhəri region yenidən alovlandı. İsrailin İrana qarşı hərbi əməliyyatları ilə başlayan prosesə qısa müddət sonra ABŞ də qoşuldu. Tehran isə cavabı gecikdirmədi. Həm birbaşa, həm də regiondakı ABŞ hərbi mövqələrini hədəf alaraq. Rəsmi izahatlarda əsas səbəb kimi İranın uran saflaşdırma proqramının sürətləndirilməsi və bunun qabaqlayıcı addım kimi qiymətləndirilməsi göstərildi. İlk 24 saatda minlərlə zərbə indirildi. Bu artıq klassik, lokal toqquşma deyil, geniş miqyaslı hərbi kampaniyanın siqnalı idi. Münaqişənin ikinci günü daha dramatik dönüş aldı. Əli Xameneyinin öldürülməsi barədə məlumatlar İran tərəfindən təsdiqləndi. Bu hadisə göstərdi ki, qarşıdurma yalnız infrastrukturu deyil, siyasi rəhbərləri də birbaşa hədəf alır. Sonraki günlərdə isə region ölkələri, xüsusilə Körfəz dövlətləri açıq xəbərdarlıq etdi. Müharibə davam edərsə, onlar buna cavab verəcəklər. Birinci həftənin yekunu isə kifayət qədər ağır idi. İlk həftədə ABŞ-İsrail hücumları nəticəsində İranda azı 1332 nəfərin öldüyü, 3000-dən çox hədəfə zərbə indirildiyi, 43 İran hərbi gəmisinin məhv edildiyi bildirildi. Tehran həmçinin bir sıra yüksək rütbəli nümayəndələrini itirdi. İsrail ərazisində də cavab zərbələri hiss olundu.
şimal bölgələri, Negev səhrası və Beev-Şeva ətrafı hücumların hədəfinə çevrildi. ABŞ tərəfindən isə ziddiyyətli açıqlamalar silsilə şəklində davam edirdi. Martın ortalarında diqqət dünyanın ən həssas nöqtələrindən birinə, Hörmüz boğazına yönəldi. İranın burada hərbi fəallığı artırması və marşrutun faktiki bağlanması qlobal enerji bazarlarında dərhal hiss olunan şok effekti yaratdı. Çünki dünya neftinin təxminən 1/5 məhz bu keçid vasitəsilə daşınır. Beləliklə, münaqişə artıq regional çərçivəni aşaraq qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrildi. Enerji axınlarına zərbədən sonra diqqət növbəti mümkün addımlara yönəldi. ABŞ tərəfindən İranın əsas enerji infrastrukturuna, xüsusilə ən iri neft ehtiyatlarının saxlanıldığı Xarq adasına qarşı mümkün hərbi müdaxilə ehtimalı gündəmə gətirildi. Bir ay ərzində İran, İsrail və ABŞ arasında baş verən hərbi qarşıdurma yalnız şərqi sarsıtmadı, həm də qlobal enerji və təhlükəsizlik balansına ciddi təsir göstərdi. Tərəflər təxminən yüzlərlə ballistik raket və minlərlə dron hücumu həyata keçirdi. ABŞ və İsrail isə təxminən 9000-dən çox hədəfi vurdu. Bunlar arasında hərbi bazalar, raket silosları, hava müdafiə sistemləri və komanda mərkəzləri var idi. Bu göstəricilər nümayiş etdirir ki, münaqişə təkcə hərbi qarşıdurma ilə məhdudlaşmadı. O, regionda strateji tarazlığı dəyişdi, diplomatik münasibətləri genişləndirdi və qlobal bazarları sarsıtdı. Nəticə etibarı ilə yaxın şərqdə başlayan müharibənin təsirləri artıq lokal deyil və uzun müddət qlobal səviyyədə hiss olunacaq.